İnsanlar yazır ki, biri yazır ki rap ədəbiyyat deyil, rap küçə sənətidir, rapdə ancaq belə olmalıdır, elə olmalıdır. Əfsuslar olsun ki, düz demir. Rap elə birbaşa ədəbiyyatdır. Rap ritmik Amerikan poeziyasıdır və raplə məşğul olan güclü reperlərin əksəriyyəti ədəbiyyatı çox yaxşı bilir. İncəsənəti bitirib, musiqi məktəbini bitirənlər var. Bizdə Sinapsda da uşaqlar incəsənəti bitiriblər, musiqi məktəblərini bitirən var, musiqi təhsili alanlar var. Ondan əlavə mən gördüm ki, müəyyən bir kütlənin, yəni EPİ-nin kütləsinin mənim belə deyim, elmi istinadlar və ya hər hansısa bir intellektual istinad eləməklərimi bəyənməyiblər. Buna ancaq cavabım odur ki, mən başa düşürəm o kütləni, çünki onlar batılı ancaq İon Ligada və kəllə-kəllədə izləyiblər. Çünki dünya batılı rap arenasını mən illərdir izləyirəm. Orada həddən artıq dərin punchlar gedir.